Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif riyaziyyat dərsliyi üzərində tapşırıqların izahını verəcəm. Təqribi, toplama və çıxma. Əvvəlcə öyrənmə materialı ilə tanış olaq. Hesablamalarda dəqiqlik tələb olunmursa, ədədləri yuvarlaqlaşdırmaqla onların cəmini və ya fərqini tapmaq olar. Bu zaman cavab dəqiq yox, təqribi alınır. Məsələn, 608 və 271 ədədlərini yüzlüklərə yaxud onluqlara qədər yuvarlaqlaşdırmaqla onların təqribi, cəmini və fərqini tapmaq olar. Diqqət edirik. Gördüyümüz kimi burada ədədin yüzlüklərə qədər yuvarlaqlaşdırıb cəmini və fərqini tapıb. 608 ədədini yüzlüyə qədər yuvarlaqlaşdırsaq 600, 271 ədədini yüzlüyə qədər yuvarlaqlaşdıranda 300 edir. 600-ün üzərinə 300 gəlməklə 900, 600-dən 300 çıxmaqla 300 cavabını almışdır. Onluğa qədər yuvarlaqlaşdırma. Onluğa qədər yuvarlaqlaşdıranda 608-i onluğa qədər yuvarlaqlaşdırsaq 610, 271-i onluğa qədər yuvarlaqlaşdıranda 270 edir və cəmi 880 alınıbdır. Fərqi isə 340 alınmışdır. Bunlar təqribi cavablardır. İndi isə bələdçi tapşırığına diqqət edək. Tapşırıqlar daha aydın olsun. Ədədləri əvvəlcə yüzlüklərə, sonra onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın. Hesablayaq. 375'ten 91 çıxıb 375'i yüzlüyə qədər yuvarlaqlaşdıranda baxırıq sağına. Sağında 7 olduğu üçün yüzlük mərtəbəsi 4 olacaq. Onluq və təkliyin yerinə 0 yazırıq. 91 isə onluğa qədər yuvarlaqlaşdırırıq. Edəcək 90. 400'dən 90 çıxırıq. Burada ondan 9 çıxsaq 1 yüzlük vermişdik. Burada isə qalacaq 3. 310. Əvvəlcə yüzlüyə qədər yuvarlaqlaşdırıb, sonra onluğa qədər yuvarlaqlaşdırmaqla çıxın deyir. 371 ədədini onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 380. 380-dən 90 çıxırıq. 0, 8-dən 9 çıxmaq olmur. 18-dən 9 çıxsaq 9'u, burada isə ikisi qalmış olacaq. 78'in üzərinə 225 gəlibdir. Əvvəlcə yüzlüyə qədər yuvarlaqlaşdıraq. 78 burada onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 80. Digərini isə yüzlük kimi götürək. 200 toplayanda isə 280 edəcək. Sonra isə 80 üzərinə 225'i gələ bilərik. 225 onluğa qədər yuvarlaqlaşsa 220 edəcək. 0, 8'in üzərinə 2 kəs 10, 0, 1 ya da 2, 1 ya da 3 etmiş olacaq. 300. Burada isə əvvəlcə yüzlüyə qədər yuvarlaqlaşdıraq. Edəcək 700. 198'i yüzlüyə qədər yuvarlaqlaşdırsaq 200 edəcək. Bunların fərqi isə 500 etmiş olacaq. Sonra isə onluğa qədər yuvarlaqlaşdıraq. 703'ü onluğa qədər yuvarlaqlaşdırsaq 700. Digəri hansı ədəd idi? 198. 198'i onluğa qədər yuvarlaqlaşdırsaq 270 olacaq. Və bunların fərqi edəcək 500. 322'ni yüzlüyə qədər yuvarlaqlaşdırsaq edəcək 300. 208'i yüzlüyə qədər yuvarlaqlaşdırsaq edəcək 200. Fərqi isə edəcək 100. Sonra onluğa qədər yuvarlaqlaşdıraq. 320'ni onluğa qədər, 322'ni onluğa qədər yuvarlaqlaşdırsaq 320. 208'i onluğa qədər yuvarlaqlaşdırsaq 210 edəcək. Bunların fərqi isə 110 etmiş olacaq. 510'u yüzlüyə qədər yuvarlaqlaşdırsaq edəcək 500. 350'ni yüzlüyə qədər yuvarlaqlaşdırsaq edəcək 400. Bunların cəmi isə 970 olacaq. Onluğa qədər yuvarlaqlaşdıranda 510 onluğa qədər yuvarlaqlaşmışdır. 351'i isə onluğa qədər yuvarlaqlaşdırsaq 350 etmiş olacaq. Cəmi tapanda isə edəcək 860. 198'i yüzlüyə qədər yuvarlaqlaşdırsaq 200. 452'ni yüzlüyə qədər yuvarlaqlaşdırsaq 500 edəcək. Cəm edəcək 700. Fərqini tapsaq 198'i
Onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 200. 452-ni onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 450. 650 almış oluruq. Növbəti tapşırığa baxaq. 103-lərə qədər yuvarlaqlaşdırmaqla hesabla. Təqribi cavabı dəqiq cavabla müqayisə et. Gəlin baxaq. 100-yə qədər yuvarlaqlaşdırsaq 172, 100-yə qədər yuvarlaqlaşdıranda edəcək 200, 321 100-yə qədər yuvarlaqlaşdırsaq edəcək 300, cəm edir 500. Dəqiq cavab isə 172-nin üzərinə 321 gəlsək edəcək 493. Dəqiq cavabı təqribi cavabla müqayisə etsək 500 böyükdür 493-dən. Növbəti misala baxaq. 732-dən 129 çıxanda 732-dən 100 çıxsaq qalır 632-si. 632-dən də 29 çıxsaq qalacaq 603. Yuvarlaq olaraq baxaq. 100-yə qədər yuvarlaqlaşırsaq 732 700 edir. 129 isə 100-yə qədər yuvarlaqlaşdığında 100 edir. Fərq edəcək 600. Müqayisə etsək 603 dəqiq cavab böyükdür təqribi cavabdan 600-dən. Növbəti misala baxaq. 205 və 358 cavabını əvvəlcə gəlin dəqiq hesablayaq. Burada edəcək 563. Yuvarlaq olaraq 100-yə qədər yuvarlaqlaşdırsaq 205 200 edir. 358 isə 100-ə qədər yuvarlaqlaşdıranda 400 edir. Edəcək 600. 600 böyükdür 563-dən. 329-dan 109 çıxsaq, dəqiq olaraq hesablasaq, dəqiq cavabımız edəcək 220. Yuvarlaq olaraq 100-yə qədər yuvarlaqlaşdırsaq 329 300, 109 isə 100 edəcəkdir. 100-yə qədər yuvarlaqlaşdıranda fərq edir 200. Dəqiq cavab 220-dir, təqribi cavab 200-dür. 220 böyükdür 200-dən. 599-un üzərinə 203 gəlsək edəcək 802. Təqribi olaraq 599-u yuvarlaq olaraq 600 götürük. 100-yə qədər yuvarlaqlaşdıranda 203 100-yə qədər yuvarlaqlaşdıranda 200 edəcək. Cəm edir 800. Dəqiq cavab 802-dir. Təqribi 800-dür. 802 böyükdür 800-dən. Yəni dəqiq cavab yuvarlaq cavabdan böyük oldu. Sonra isə 202-dən 93 çıxırıq. Burada qalacaq 109-u. Yuvarlaq olaraq 202-ni 100-yə qədər yuvarlaqlaşdıranda 200 edəcək. 93 isə yuvarlaqlaşdırsaq 100-yə qədər 93-ü 90 götürək. Edəcək 110. 110 böyükdür 109-dan. Təqribi cavab yuvarlaq cavabdan böyük olmuş oldu. Növbəti tapşırığa baxaq. Onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın. Təqribi cavabı dəqiq cavabla müqayisə edin. Gəlin onluğa qədər yuvarlaqlaşdıraq. Əvvəlcə dəqiq cavabı tapaq. 22-nin üzərinə 67 gəlsək edəcək 89. Onluğa qədər yuvarlaqlaşdırsaq 22, 20, 67 isə 70 edəcək. Edəcək cəm 90. 89 kiçikdir 90-dan. 73-dən 38 çıxaq. Qalacaq 35-i. Sonra yuvarlaq olaraq baxaq. 73 yuvarlaq olaraq 70, 38 yuvarlaq olaraq 40 edəcək. Onluğa qədər yuvarlaqlaşdıranda 70-dən 40 çıxsaq qalır 30-u. 35 böyükdür 30-dan. Dəqiq cavab yuvarlaq cavabdan böyük olmuş oldu. 199-un üzərinə 34 gəlsək edəcək
233. Sonra isə onluğa qədər yuvarlaqlaşdıraq. 199-u onluğa qədər yuvarlaqlaşdıranda 200 edəcək. 34'ü onluğa qədər yuvarlaqlaşdıranda 30 edəcək. 200'ün üzərinə 30 gəlsə edəcək 230. 233 böyükdür 230'dan. 578'dən 321 çıxsa qalacaq 257'si. Sonra yuvarlaq olaraq onluğa qədər yuvarlaqlaşdıraq. 578'i onluğa qədər yuvarlaqlaşdırsaq, sağında duran rəqəm 8 olduğu üçün edəcək 570, üzrsən 580, 5, 6, 7, 8, 9 olarsa yuvarlaqlaşdırdığımız mərtəbə bir vahid artır. Edəcək 580, çıxaq 321 edəcək 320. 580'dən 320 çıxsaq qalacaq 260. Müqayisə etsək 260 böyükdür 257'dən. 445'in üzərinə 25 gəlsək edəcək 470. 470 bizim dəqiq cavabımızdır. Yuvarlaq olaraq onluğa qədər yuvarlaqlaşdırsaq 445 edir 450, 25 edəcək 30. Bu edir 480. Müqayisə etsək 480 böyükdür 470'dən. 643'dən 36 çıxsaq burada qalacaq 607. 607 bizim dəqiq cavabımızdır. Təqribi olaraq onluğa qədər yuvarlaqlaşdırsaq 643, 640, 36 isə 40 etmiş olacaq. 640'dan 40 çıxsaq qalır 600'ü. 600 kiçikdir 607'dən. Dəqiq cavab təqribi cavabdan böyük olmuş oldu. Növbəti tapşırığa baxaq. Əvvəlcə yüzlüklərə, sonra isə onluqlara qədər yuvarlaqlaşdırmaqla hesablayın hansı cavab dəqiq cavaba daha yaxındır. Gəlin baxaq. Dəqiq cavabımız 445'dən 109 çıxsaq, 445'dən 100 çıxsaz qalır 345. 45'dən də 9 çıxsaz qalacaq 36. Cavab edir 336. Bu bizim dəqiq cavabımızdır. Sonra isə nə edirik? 100'yə qədər yuvarlaqlaşdırırıq. 445 100'yə qədər yuvarlaqlaşdırsaq 400, 109 isə 100 edəcək. 400'dən 100 çıxsaq edir 300. Onluğa qədər yuvarlaqlaşdıranda 445, 450, 109 isə 110 etmiş olacaq. 450'dən də 110 çıxanda qalır 330. Hansı dəqiq cavaba daha yaxın oldu? Onluğa qədər yuvarlaqlaşanda dəqiq cavaba daha yaxın cavab almış olduq. Davam edirik. 713'dən 208 çıxırıq. 713'dən 208 çıxanda qalacaq 505. Alt-alta hesablamaqla da çıxa bilərsiniz. Sonra isə 100'yə qədər yuvarlaqlaş. 713 edəcək 700. 208 edəcək 200. 700'dən 200 çıxsaq edir 500. Onluğa qədər yuvarlaqlaşdıranda 713 edəcək 710. 208 edəcək 210. 710'dan 210 çıxanda qalır 500. Hər ikisində gördüyümüz kimi 500 cavabını aldıq. Yəni səhvə yol vermədik ki. Bir daha baxım. Hər ikisi bərabərdir. Yəni dəqiq cavabı eyni qədər yaxındır. 104'ün üzərinə 398 gəlirik. 104'ün üzərinə 398 gəlsə edəcək 402. 402 yox, üzr istəyirəm, 502.
yüzde 300, 400, 4'ün üzerine 98 gelsek 102, 502 edecek. Baxaq, yüzdəyə qədər yuvarlaqlaşdırsaq 104 edəcək 100, üstə gələk 398 isə 9 birim verəcək 3 olacaq 4, onluq təşkirin yerinə 0 yazırıq. Bu edir 500, onluğa qədər yuvarlaqlaşdıranda 104 edəcək 100, 398'i onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 400. Yine de onluğa, onluğa və yüzdəyə qədər yuvarlaqlaşdıranda eyni cevabı aldıq. Yəni dəqiq cevaba bərabər yaxındılar. 879'dan 92 çıxsaq, dəqiq olaraq çıxsaq, burada edəcək 787. Yüzdəyə qədər yuvarlaqlaşdıraq 879, yüzdəyə qədər yuvarlaqlaşdırsaq 900 edir. 992 isə edəcək 90. 900'dən 90 çıxsaq qalır 820. Onluğa qədər yuvarlaqlaşdırsaq 870 edəcək 880. 92 edəcək 90. 880'dən 90 çıxsaq alırıq 790. Hansı dəqiq cevaba daha yaxındır? 790 daha yaxın olmuş olacaq. 903'dən 707 çıxsaq, çıxaq. 900'dən 700 çıxsaq qalacaq 203. 203'dən də 7 çıxsaq qalacaq 196. Sonra yüzdəyə qədər yuvarlaqlaşdıraq. 903 edəcək 900, 707 edəcək 700. 900'dən 700 çıxsaq qalır 200'ü. Onluğa qədər yuvarlaqlaşdırsaq 903 edəcək 900. 707 isə onluğa qədər yuvarlaqlaşdıranda 710 etmiş olacaq. Burada qalır 190. Hansı dəqiq cevaba yaxındır? Onluğa qədər yuvarlaqlaşdıranda. 513'ün üzərinə 242 gəlsək edəcək 755. Sonra yüzdəyə qədər yuvarlaqlaşdıraq. 513, 500, 242, 200 edir. 500'ün üzərinə 200 gəlirik. Edəcək 700. Onluğa qədər yuvarlaqlaşdıranda 513, 510, 242 isə 240 edəcək. Bərabərdir. Edəcək 750. Hansı dəqiq cevaba daha yaxın oldu? 750. Növbəti məsələlərimizə baxaq. Televizorun qiyməti 337 manat, paltaryan maşının qiyməti isə 418 manatdır. Alıcı ümumi məbləği təqribi hesabladı və mağazaya gələrkən özü ilə 760 manat pul götürdü. Bu malları almaq üçün onun pulu çatarmı? Baxın, televizorun qiyməti 337 manatdır. Doğrudurmu? 337 manat onluğa qədər yuvarlaqlaşdırsaq edir 340. Təqribi olaraq 340 manat. 418 manata isə paltaryan maşındır. 418'i biz onluğa qədər yuvarlaqlaşdırsaq 418 onluğa qədər yuvarlaqlaşanda təqribi olaraq 420 edir. Və bunların cəmi 340'ın üzərinə biz 420'ni gəlsək cəm edəcək 760. Təqribi olaraq 760. Biz təqribi olaraq təxmini cavab tapdıq, yuvarlaq cavab tapdıq. Alıcı da elə təxmini olaraq 760 manat pul götürmüşdü. Bu malları almaq üçün onun pulu çatarmı? Bəli, çatar. Çünki yuvarlaq olaraq 760 aldıq. 760'dan kiçik cevaplar alsaydıq, alıcı da elə 760 manat götürmüşdü. 750 manat, 740 manat da ala bilərdik. Bu zamanda yenə də pulu çatmış olardı. Növbəti tapşırığa baxaq. Diaqramda nəbadət bağındakı güllərin sayı təsvir edilib. Doğru fikirləri müəyyən edin. Bağda təqribən 120 nərgiz var. Lalə və qızıl güllərin birlikdə sayı təqribən 300 dənədir. Nərgizlərin sayı lalələrin sayından təqribən 20 ədəd çoxdur. Gəlin baxaq. Baxırıq ki,
Nərgizlərin sayı nə qədərdir? Nərgizlərin sayı baxın. Buradadır. Təxminən 118'dir, belə deyək. Yuvarlaq olaraq, təqribi 120 götürə bilərik. Nərgizlərin sayını. Lalələrin sayı isə buradadır. Təxminən 82, 83 belə deyəcək. Təqribi olaraq lalələrin sayını 80 götürə bilərik. Qızıl güllərin sayı isə baxın 100'ə daha yaxındır. 99, 98. Bu da təqribi olaraq elə edəcək 100. Düzdürmü? Təqribi olaraq tapdıq. İndi isə gəlin cavablarımıza müqayisə edək. Baxda təqribən 120 nərgiz gülü var. Bu fikir doğrudur. Bizə deyir doğru fikirlər müəyyən edin. Təqribi 120 nərgiz gülü var. Qeyd etdik. Lalə və qızıl güllərin birlikdə sayı təqribən 300 dənədir. Baxaq. Lalələrin sayı təqribi olaraq 80 tapdıq. Aşağısında yazaq. Təqribi lalələri 80 tapdıq. Qızıl gülləri isə təqribi olaraq 100 tapdıq. Cəm edir 180. Amma burada deyir ki, təqribi sayları 300'dür. Bu yanlış fikirdir. Növbəti nərgizlərin sayı lalələrin sayından təqribən 20 ədəd çoxdur. Nərgizin sayı lalələrin sayından deyir, təqribən 20 ədəd çoxdur. Nərgizin sayı təqribi olaraq 120'dir. Lalənin sayı təqribi olaraq 80'dir. 120'dən biz 80 çıxsaq 40 edir. Nərgizin sayı lalənin sayından təqribi olaraq 20 yox, 40 ədəd çoxdur yazsaydı doğru fikir olardı. 20 ədəd çoxdur yazdığı üçün bu da yanlış fikirdir. Doğru fikir oldu, ancaq birinci fikir. Növbəti 6-cı məsələmizə baxaq. Elxan evdən marketə və marketdən məktəbə qədər olan yolların uzunluğunu yuvarlaqlaşdırdı və topladı. O təqribi cavabı 800 addım olduğunu tapdı. Elxan hesablama apararkən ədədləri yüzlüklərə yoxsa onluqlara qədər yuvarlaqlaşdırmışdır. Gəlin baxaq. Deyir Elxan evdən marketə, marketdən məktəbə qədər olan yolların uzunluğunu yuvarlaqlaşdırdı və topladı. Gəlin baxaq. Elxan marketə qədər olan məsafəni 100'lüyə qədər yuvarlaqlaşdırıbsa, 247 100'lüyə qədər yuvarlaqlaşdırsaq edir 200. Marketdən də məktəbə qədər olan məsafə 549'dur. 100'lüyə qədər yuvarlaqlaşdırıbsa edir 500. Doğrudurmu? Və deyir yuvarlaqlaşdırıb topladı. Biz 200'ün üzərinə 500 gəlsək 700 edəcək. 800 etmədi. Bizə deyir təqribi yuvarlaqlaşdırıb toplayıb 800 alıbdı. İndi isə gəlin onluğa qədər yuvarlaqlaşdıraq. 247'ni onluğa qədər yuvarlaqlaşdırsaq edir 250. 549'u onluğa qədər yuvarlaqlaşdırsaq edir 550. Gəlin indi bunların cəmini tapaq. 250'nin üzərinə 550 gəlsək neçə edir? 250'nin üzərinə 550 gələndə edəcək 800. Buradan aydın olur ki, gördüyümüz kimi onluğa qədər yuvarlaqlaşdıranda 800 cavabını almış olduq. Demək ki, Elxan məsafələri evdən marketə, marketdən məktəbə qədər olan məsafələri onluqlara qədər yuvarlaqlaşdırmışdır. Onluqlara qədər yuvarlaqlaşdırıb toplayıb və 800 cavabını alıb. İzahlarımız bu qədər əziz şagirdlər.